Salam, hörmətli izləyicilər. Videoya xoş gəldiniz. Bu videoda zirvənin 11-ci siniflər üçün keçirdiyi dünənki sınağın izahına baxacağıq. Vaxtım çox azdır, ona görə mən sualları səsləndirməyəcəm. Sualları buradan özünüz oxuya bilərsiniz. Mən sadəcə izahları verəcəm. Fiziki kəmiyyət yerdəyişmədir və sürətdir. Yerdəyişmə S hərfi ilə işarə olunur, sürət V hərfi ilə, hər ikisi vektorialdır. Bax, bu termometr cihazdır. Zəlzələ hadisədir. Tondakı kütlənin vahididir, fiziki kəmiyyət deyil. 2 və 4. Mütləq xətanı tapmaq üçün bir bölgünün qiymətini tapıb, daha sonra onun yarısını tapmaq lazımdır. Gəlin burada bir bölgünün qiymətini tapaq. Deməli, 10 ilə 20-ni götürürəm, iki ən yaxın göstəricini götürürəm, onların fərqini tapıram, ortadakı parçaların sayını bölürəm. Baxaq, deməli, bax, burada da 5 dənədir, burada da 5 dənədir də parça. Ümumilikdə aralarında 10 dənə parça var. Belə çıxır ki, bunlar bir-bir artırlar. Qarşınızda kağız olsa, o daha dəqiq şəkildə görə bilərsiniz. PDF-də biraz bulanıq görünür. Yəni, artımını tapırıq da. Elə bil 10 ilə 20-nin arasında neçə artır? Bir-bir artır. Birin də yarısı olacaq 0,5. Deyir ki, 6-cı saniyənin sonunda cismin sürətinin modulunu hesablayın. 4-dən 6-ya qədər fikir verin, bunun koordinatı elə 8 qalır. Bu deməkdir ki, ümumiyyətlə hərəkət yoxdur. Yəni, sürət 0-dır. Ona görə cavab olur D variantı. Bu koordinatın zamanın asılılıq qrafikidir. Cisim 4 saniyə ərzində düz xətli bərabər sürətlə hərəkət edib, sonra isə ümumiyyətlə dayanıb. Yolu tapmaq üçün bütün trayektoriyanın uzunluğunu tapırsınız. Bax, bunların hamısının cəmini tapmaq lazımdır. Deməli, 5 plus 10 plus buradan bura qədər 8 və 6. Bu bizə yolu verir. Yolumuz oldu 29. Yerdəyişmə isə cismin başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır və biz indi oranın uzunluğunu tapmalıyıq. Görək necə tapa bilərik. Bax, burada bir dənə düz bucaq düzəldək. Görək nə olacaq. Fikir versəz, bura 10-dur. Üzbəyiz duran, bax, bu hissə 6-dır. Burada 6-dır da, bax, burada 6-dır. Bura 10-dur. Bu balaca hissə 6-dır. Onda bura neçə qalır? 4 qalır da. Çünki ümumi 10-da axı onunla üzbəyiz durur. Belə çıxır ki, bura 4-dür. İndi buranı tapaq. Bura neçə olar? Düşünək. Deməli, fikir verin. Bax, bu məsafə 5 ilə üzbəyiz durub. Bura 5-dir. Obşidə bura 8-dirsə, onda burada 3 qalır. Bura 3-dürsə, deməli, burada 3-dür də. Burada yazıram 3. Pifaqor teoreminə görə də həmin o yaşıl hissənin uzunluğunu tapıram. Kökün altında 4-ün kvadratı, üstə gəl 3-ün kvadratı. Bu da bizə verir 5. Deməli, yer dəyişmə isə oldu 5. Mən deyir ki, yol yer dəyişmədən neçə metr çoxdur? 29-dan da 5-i çıxıram. Aha, sualda deyir ki, avtomobil vaxtın 3/2 hissəsini 108 km/saat sürətlə gedib. 108-i çevirək, metr/saniyə idi, orada km/saatdır. Bunun üçün 18-də 5-ə vururuq. Bu edir 30. Bu 30. 54-ü də yenə 18-də 5-ə vuraq, çevirmək üçün. 3-dür də bu. Aha, bu da edəcək 15. Orta sürətin əsas düsturu S ümumi bölünsün T ümumidir. Gördüyümüz kimi bizdə yolu yoxdur, verməyib. Amma sürətlə zamanı verib. Deməli, aşağıda sadəcə T yazaq, yuxarıda isə yazaq V1, T1, üstə gəl V2, T2. V1 30-dur. T1 3/2 T'dir, zamanın 3/2 hissəsi. V2 15-dir. T2-dəki 3/2-si gedibsə nə qədər qalır? 3/1 T qalır. Aşağıda da ümumi 3/2, üstə gəl 3/1, yəni ki, sadəcə T. Belə, indi bunu hesablamaq lazımdır. Bunlar ixtisar getsin, bu da bundan ixtisar getsin, T'lər də getsin. Qalacaq 20 üstə gəl 5. Bu da eləyəcək 25. Belə. Aha, deməli, üzgüçün sürətini bizə verib 5. Üzgüçün sürətinin 2 dənə proyeksiyası var. Bir Y oxuna, bir də X oxuna proyeksiyası var. Zaman 3-dür. Zaman 3-dürsə, bax, çayın enini 9 veriblər. Yadınızda saxlayın ki, üzgüçünü çayın bu başından o birisi başına keçirdən, yəni bu eni qət etməyinə imkan verən, onun sürətinin Y oxuna proyeksiyasıdır. VY. Ona görə də sürətin Y oxuna proyeksiyası vurulsun T bərabərdir D yaza bilərəm. D çayın enidir.
Deməli 9 bərabər olacaq və y vurulsun t-də 3-dür. Zaman məsələdə veriblər. Buradan və y-i tapıram 3. Bu 3-dür. Bu 3-dürsə, deməli bu da vx-da neçədir? 4-dür. Niyə? Çünki 3-ün kvadratı üstə gəl 4-ün kvadratı kökün altında bizə 5 verir. Yəni 5 bərabər kökün altında 3-ün kvadratı üstə gəl 4-ün kvadratı. Bu şəkildə. Aha, indi bizdən x məsafəsini istəyir. X məsafəsini isə sürətin, üzgüçünün sürətinin x oxuna proyeksiyası, bir də çayın sürəti. Bax, bu ikisi vasitəsilə x məsafəsini getmiş olur, meylini etmiş olur. Deməli, üzgüçünün sürətinin x oxuna proyeksiyası 4-dür. Çayın da sürəti neçədir? 3-dür. Çayın da sürəti 3-dür. Bax, bunlar eyni istiqamətdə yönəliblər. Bunun istiqaməti ilə bunun istiqaməti eynidir. Buna görə nə edəcəm? Toplayacağım. Vx üstə gəl və çay vurulsun t bərabər x. Vx 4-dür və çay 3-dür. Zaman da məsələdə bizə verib 3. Eləcək 21. B variantı. Başlanğıc sürəti verib 15. 5 saniyənin sonunda sürəti soruşur. Qrafikdə 6-dır, amma məsələnin içində 5 verir. Buralara bir yerə 5-i də qeyd eləyək. Aha. Və ümumiyyətlə A-nın T-dən asılılıq qrafikində fiqurun sahəsi bizə sürətin dəyişməsi, delta V-ni verir. Bax, burada sürətin dəyişməsi 6 vurulsun 2, 12-dir. Burada isə sürətin dəyişməsi 2 ilə 5-in arasını götürürük. 2, 5 arası. Bax, bu fiqur. Bu fiqurun sahəsini tapmaq lazımdır. 2 ilə 5-in arası 3 verir bizə. Bura 3-dür. Burada -4-dür. Və sahəni tapanda 3 vur -4. Bu da eləyəcək -12. Aha, buranı tapdıq. -12. İndi baxın. Yuxarısı müsbət 12-dir. Aşağısı -12-dir. 12 üstə gəl -12. Bu neçə eləyəcək? 0 eləyəcək. Belə çıxır ki, sürətin dəyişməsi 0 oldu. Delta V bərabər 0 oldu. Bu nə deməkdir? Delta V bərabərdir son minus başlanğıc. O da bərabər 0. Belə çıxır ki, V ilə V0-a bərabər olacaq. Yəni 15 olacaq. D variantı budur. Aha, x oxu boyunca hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Gəlin sürətin proyeksiyasının zamandan asılılıq qrafikini quraq. Deməli, əvvəlcə x oxu istiqamətində yavaşlayan hərəkət baş vermişdir. Belə. Sonra isə x oxu istiqamətində yeyinləşən hərəkət baş verib. İki hal var. Bu qrafik belə də gedə bilər. Belə də gedə bilər və yaxud da ki, gəlib burada dayanıb, sonra da yeyinləşə bilər. Aha, sonra isə bərabər sürətli hərəkətdir. Görürsünüz, burada yer dəyişmə xətti asılıdır. Ona görə bərabər sürətli hərəkət olacaq sonrası. Belə. İndi bir dənə qalır bu hissə ki, bu son sürət 0 olur, yoxsa yox. Çünki istiqamət də dəyişməyib də, yəni x oxu istiqamətində hərəkətdir. 0-T1 aralığında bərabər yeyinləşən hərəkətdir, yox, səhvdir, yavaşlayandır. T2, T3 aralığında düz xətli bərabər sürətli, hə, bu düzdür. Sürət konstant qalır, xətti asılılıq var burada. T1 anında sürət 0-a bərabərdir, bu sual işarəsi. T1, T2 aralığında təcilin istiqaməti x oxu istiqamətindədir. Aha, T1, T2 aralığı yeyinləşən hərəkətdir. Sürət, baxın, sürətin proyeksiyası müsbətdir, yeyinləşən hərəkətdir. Onda təcilin də proyeksiyası müsbət olmalıdır, bəli. 0, T1 aralığında təcilin istiqaməti x oxunun əksinədir. 0, T1 aralığında yavaşlayan hərəkətdir. Amma sürətin proyeksiyası müsbətdir də və yavaşlayan hərəkət olduğu üçün təcil mənfi olmalıdır. X oxunun əksinə yönəlməlidir. Çünki yavaşlayan hərəkət daxil onlar əks istiqamətdə yönəlirlər. 2, 4, 5. Amma 3-ü də götürüblər deyəsən. 2, 4, 5, 2, 3, 4, 5. T1 anında cismin sürəti 0 ola da bilər, olmaya da bilər. Tezliyi istəyir bizdən. Gəlin omeqanı tapaq. Fi böl T'dən 15-i böləcək 5-ə, bu eləyəcək 3. Tezlikdəki omega bölünsün 2pi'dir. 3 bölünsün 2 vur 3. 2-də 1, yəni 0,5. Aha, deyir ki, nə qədər vaxtda A nöqtəsindən B nöqtəsinə çatar? Neçə dərəcə dönüb? 36 dərəcə dönüb. Gəlin baxaq görək. Bu cisim 360 dərəcəni nə qədər vaxtda dönəcək? Yəni periodu neçədir? V bərabər 2pi r böl T'dir. Oradan T'ni tapsaq olacaq 2pi r böl V.
2 vurulsun pi 3'dür, r 80'dır, v də ki 40'dır. 12 eləyir. Period 12'dir. Period 12'dirsə, bu o deməkdir ki, 360 dərəcəni bu adam 12 saniyədə dönür. Onda tənasüb qururam. 36 dərəcəni nə qədər vaxtda dönər? 10 dəfə az. 12 bölünsün 10, 1,2. B variantı. Çünki 360 12 saniyəyə gedirsə, 36-nı da 1,2 saniyəyə gedir. 41-ci sual. Koordinat tənliyimiz ümumi halda belədir. Bizdə baxın görək, başlanğıc sürətimiz neçədir? Başlanğıc sürətin proyeksiyası 30'dur. Bax, T'nin qarşısında durur. T'nin qarşısında duran başlanğıc sürətdir. Təcil də ki, T kvadratının qarşısında durur. Amma diqqətli olun, 2'yə vurmağı unutmayın. Çünki AT kvadratı bölü 2'dir düsturda. Yəni, AX bərabər olacaq -6'ya. Yavaşlayan hərəkət. Gördüyünüz kimi sürətin proyeksiyası müsbət, təcilin proyeksiyası mənfidir. V bərabər 30 minus 6T. Gəlin görək, bu cisim nə vaxt dayanacaq? Son sürəti nə zaman 0 olacaq? 30 bərabər 6T, T bərabər 5. 5 saniyə sonra bu cisim dayanır. İndi isə qrafikini quraq. Deməli, başlanğıc sürəti 30'dur. 30 və 5 saniyə sonra da son sürəti 0 olur. Mən deyir ki, hərəkətə başlayandan keçən birinci 5 saniyə müddətində bu cisim necə hərəkət edir? X oxu istiqamətində, bax, sürətin proyeksiyası müsbət. X oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Yəni, Y variantı. 5 saniyədən sonra nə olacaq? X oxunun əksi istiqamətində yeyinləşən hərəkət olacaq. T'dən uzaqlaşır, yeyinləşir. Plusdəki sürəti mənfidə də axardıq. Ona görə də X oxunun əksi. Maddi nöqtələrin çevrə üzrə dövr etmə tezlikləri verilir. Başlanğıc anda A və B nöqtələrində olan maddi nöqtələr nə qədər vaxtdan sonra görüşər? Baxın, ikisi də eyni istiqamətdə gedirlər. Görüşmək üçün onların koordinatları, yəni olduqları nöqtələr bir-birinə bərabər olmalıdır. Birinci cisim üçün, XA üçün koordinat tənliyini yazsaq, A-nın başladığı nöqtəni başlanğıc nöqtə, 0 nöqtəsi qəbul edirəm. Onda olacaq VA vurulsun T. Belə də tənliyi bərabər sürətlə hərəkət edir onsuz da. XB də bərabərdir. Bax, buradan bura qədər məsafə nə qədərdir? Bütün çevrə 2 piyerdirsə, onun 1/4 hissəsi lazımdır bizə. Yəni 2 piyer bölünsün 4, piyer bölünsün 2 deməkdir. Bu buranın uzunluğu piyer bölünsün 2'dir. Yəni ki, B cismi A cismindən piyer böl 2 qədər qabaqda başlayıb. Yəni, B cisminin başlanğıc koordinatı piyer böl 2'dir. Plus V vurulsun T. İndi bu tənlikləri bərabərləşdirək. VA vur T bərabərdir. Piyer bölünsün 2 üstəgəl VB vurulsun T. Əlimizdə hansı məlumatlar var? Tezliklər var. Deməli, tezliklə ifadə eləməliyik. VA-nın yerinə yazırıq 2pi R NA piyer bölünsün 2 üstəgəl VB-nin də yerinə yazırıq 2pi R NB vur T. Belə. İndi buradan T-ni tapmalıyıq. R hər tərəfdə olduğu üçün onu ixtisara apara bilərik. Pi də hər tərəfdə var, o da getsin. İndi T'ləri yığaq bir tərəfə. 0,5 bərabərdir 2NAT minus 2NBT. Buradan da T'ni tapmaq üçün mörtəzə xaricinə çıxarda bilərik də T'ni. 2'ni də çıxartdım mörtəzə xaricinə, çünki hər ikisində var idi. Kəsir xətti 0,5 bölünsün 2NA çıxılsın NB. T bərabər olar. Deməli, bu olacaq 0,25 1 bölünsün NA çıxılsın NB. Yəni ki, 1/4 NA çıxılsın NB. Belə cavab axtaracağım. NA, mən NA NB yazmışam. N1 məndə NA-dır.
N2 məndə NB-dir. Mən belə yazmışdım. Hazırdır. Cismin hərəkət tənliyi verilib. Cisim nə qədər müddətdən sonra dayanır və dayandığı andakı koordinatı tapın. Tənlikdən görürük ki, başlanğıc sürətin proyeksiyası t-nin qarşısında duran 8-dir. Təcilin proyeksiyası isə t kvadratının qarşısında duranı 2 misli 2-yə vurur. -4-dür. Yavaşlayan hərəkətdir. Vx bərabərdir 8 minus 4-dür. Bu da bərabər 0. Son sürət 0 olmalıdır. Dayanmaq sürətin 0 olması deməkdir. Buradan alıram t-ni 2. 2 saniyə sonra dayanacaq. Dayandığı andakı koordinatı tapmaq üçün apar bu tənlikdə t-nin yerinə 2 yaz. 10 üstə gəl 8 vur 2 minus 2 vur 2-nin kvadratı və hesablayaq. 16. Bu da eləyəcək 8. 2 saniyə və 18. Hansı nöqtəyə uyğun dövr etmə tezliyi ən böyükdür? A bərabərdir 4pi kvadratı n kvadratı r. N də bərabər olacaq kökün altında a bölünsün 4pi kvadratı r. Ən böyüyünü istəyirsə dostunu böyüt, tərs mütənasib vasitə olduğunu kiçilt. A-nın böyüklərini götür, amma r-in balacalarını götür. Kəsişməsini götür. 2. Sürtünmə qüvvəsi nəzərə alınmır, təcili bizdən istəyir. Deməli, baxaq. Bax, bu cismin ağırlıq qüvvəsi var. 4 vurulsun J10 eləyəcək 40 Newton. 40 Newton. Və sistem neynir? Sistem aşağı düşür də, düz deyil. Onda demək ki, bu cismə biz baxırıqsa, bu cisim aşağı doğru hərəkət edir. Yəni ki, 40 Newton gərilmə qüvvəsinə qalib gəlib. 40 minus t bərabərdir M2 vurulsun A. Digər tərəfdən sürtünmə yoxdursa, bax bu 6 kiloqram kütləli cismə də təcil verən məhz ipin gərilmə qüvvəsidir. Yəni t bərabərdir M1 vurulsun A. Başqa sözlə desək 6A. İndi bax bu tənlikdə t-nin yerinə 6A qoy. 40 minus 6A bərabərdir M2 4A. Buradan da alıram 10A bərabərdir 40, A da bərabərdir 4. Belə tapdıq. Yüklərin təcili 4-dür. Gərilmə qüvvəsində istəyir, heç nə. Gərilmə qüvvəsi də ki, M1 vurulsun A idi da onsuz da. 6 vurulsun 4, o da eləyəcək 24. 4 və 24 olmalıdır cavab. Kütləni veriblər 3 kiloqram. Əvəzləyici qüvvəni istəyir V0-da 0-da. Deməli, S bərabərdir AT kvadratı bölü 2-dir. A bərabər olur 2S böl T kvadratı. 2 vurulsun, gəl bunları götürək, balaca olsun. 2 vurulsun 4 bölünsün, zaman 2-dir, kvadratı 4 eləyəcək. Təcili tapdım 2. Əvəzləyici qüvvə də MA-ya bərabərdir də. M 3-dür, A da 2. 6 Newton aldım. İki cismin koordinat zaman qrafikləri verilib. Bax, bərabər sürətlə hərəkət edirlər. V2 bərabərdir kəsr xətti, son koordinatı 100, başlanğıc koordinatı 50, zamanda 5. Eləyir 10. V1 də bərabərdir, son koordinatı 50-dir, başlanğıc koordinatı 0, zamanda 5, bu da yenə eləyir 10. Hansı kəmiyyətlərin qiymətləri eynidir? Sürətləri eynidir. Yer dəyişmələri birisində 100 çıx 50-dir, birisində də 50 çıx 0. O da eynidir. Eyni zaman müddəti də onsuz da. Yəni sürət eynisə, deməli yer dəyişmələri də eynidir. X ox istiqamətindədir hər ikisi. Başlanğıc koordinatları yox. Biri 0-dır, biri 50-dir. Biri 50-dən başlayıb, biri 0-dan. Hərəkətə sərf olunan zamanlar. İkisində də 5-dir də. Bu da buradan bura 5 saniyə gəlib. Bu da. Son koordinatlar. Yox, son koordinatlar eyni deyil. Birinin son koordinatı 50-dir, birinin son koordinatı 100-dür. Eyni deyil. Gedilən yollar. Hədə yerdə X ox istiqamətində hərəkətdirsə, onsuz da istiqamətin dəyişməyibsə, yolu yer dəyişməsinə bərabər olur. Yəni yol da 50-dir, yer dəyişmə də 50-dir hər ikisində. 1, 2, 4, 6. Hansı nöqtə cismə təsir edən qüvvənin ən kiçik qiymətinə uyğun gəlir? Hamısı eynidir, yoldaşlar. Niyə? Ona görə ki, A bərabərdir
F əvəzləyici bölünsün M-dir. A M-lə tərs asılılıq çəkə bilmişəmsə, deməli F əvəzləyici konstant. Başqa cür mən buna tərs asılılıq çəkə bilməzdim. F yəni eynidir. Yer kürəsi üzərində kütlələr veriblər. Yerin bu cisimlərə uyğunu yaratdığı qravitasiya sahələrinin nisbəti. J-ni birdir də. Axı qravitasiya sahəsinin intensivliyi J-in bölünsün R kvadratıdır. Planetin kütləsindən asılıdır. Cismin kütləsindən asılı deyil ki. Yer səthindən 2R radiusu qədər H bərabər 2R uzaqlaşıb. Deməli, F bərabər olur H hündürlüyündə J, M bölünsün R plus H-ın kvadratı. Yəni, R plus H-ın kvadratı dəfə azalır. H-ın yerinə 2R düşünək. 2R-in üzərinə bir dənə R gəl, kvadrata yüksəlt. 9R kvadratı. Deməli, 9 dəfə azalıb. Bax, ağırlıq qüvvəsi 9 dəfə azalıb F olub. Deməli, əvvəl neçə imiş? Əvvəl 9F imiş də. 9F-i 9-a böləndə F verir bizə. Əvvəl 9F imiş. Cismin kütləsi də F ağırlıq bölünsün J. Yer kürəsində 9F, yer kürəsində J-nin qiyməti 10 götürülür yəqin ki, o da 0,9F verəcək mənə. D variantı. Belə. Yəni ki, 2R olanda 9 dəfə azalıb. 9 dəfə azalıb F olub. Əvvəl neçə imiş? Əvvəl 9F imiş. Şaquli yuxarı hərəkət yavaşlayandır. Sürət yuxarı yönəlir, amma qüvvə aşağıdır da. V0 minus JT. V0 neçədir? 50. J10. Tədə 8-ci saniyənin sonu elə 8 saniyə deməkdir. Alırıq -30. Modulunu deyirsə 30. 90 metr hündürlükdən sərbəst düşür. H bərabər 90 metr. İkinci saniyənin sonunda yer səthindən olan hündürlük. Sərbəst düşəndə yer dəyişməsini tapaq bir dənə. J T kvadratı bölünsün 2. J 10'dur. T də ki, o ikinci saniyənin sonunu istəyir də, yəni 2. Zaman 2'dir. 20 eləyəcək. 20 metr bax, yer dəyişmə eləyib. Deməli, 90 metr hündürlükdən baba buradan düşür. 2 saniyə sonra 20 metr yer dəyişmə eləyib. Deməli, hardadır? Ümumi 90'da 20 metr yer dəyişmə eləyib. Deməli, hal-hazırda yer səthindən 70 metr hündürlükdədir. Çünki 90'dan 70'e çıxanda 20 eləyir. 20 metr yer dəyişmə olmuş olur. Ona görə yer səthindən olacaq 70 metr hündürlükdə. Kütləni veriblər 60 kiloqram. Yolun tənliyi var əlimizdə. 3T kvadrat üstəgəl 10T. Əvəzləyici qüvvəni istəyir. Heç nə. F əvəzləyici bərabərdir MA. M neçədir? 60. A-nın qiyməti neçədir? Bax, T kvadratının qarşısında durandır. Amma 2'yə vurmağı unutmayın. 3 idi. 2'yə vurdum 6. 360. Mən almışam Newtondan. Cavabı kilonewtondan istəyir. 360'ı böləcək 1'ə. 1000'ə. Çünki 1 kilonewton 1000 newtondur. 0,136 kilonewton. Cismin vəziyyəti hansı cismə nəzərən öyrənilirsə, o hesablama cismidir. Cismin hərəkət etdiyi xəttə trayektoriya deyilir. Sürətin vahid zamanda dəyişməsinə bərabər olan vektorial kəmiyyət. Söhbət təcildən gedir də. V çıx V0 böl T. Hadisənin davam etmə müddəti də zamandır. Bərabər yavaşlayan və bərabər yeniləşən. Bərabər sözü var da, onsuz da deməli təcil konstantdır. Eyni qədər artır ya da eyni qədər azalır. Sürət və təcil vektorları əks istiqamətdə yönəlir. Bu yavaşlayan hərəkətdədir. Maneçilik olur orada. Sürətin proyeksiyası zamandan xətt asılıdır. Hər ikisində xətt asılıdır da. Məsələn, necə çəkirik qrafiki? Yeniləşəndə belə çəkirik. Xətt asılıqdır da. Yavaşlayanda da belə çəkirik, tutaq ki. Deməli, buna yazacağım ortaya. Sonra sürət və təcil vektorları eyni istiqamətdədirsə, köməkdir də bu yeniləşən hərəkətdir. Zaman keçdikcə sürətin qiyməti azalır, yavaşlayan hərəkətdə. Şaquli yuxarı atılmış cismin uçuş müddəti T uçuş bərabər 10 saniyədir. Deməli, T qalxma və T düşmə 5 saniyədir. Onun yarısı.
Maksimal qalxma hündürlüyü h maksimal r t qalxmanın kvadratı bölünsün 2-dir. V0-ın kvadratı bölü 2c ilə də yaza bilərik. Amma neçə ilə atıblar bilmirik axı. Ona görə bunu yazaq. T qalxma 5-dir, kvadratı 25 bölü 2. Bu da eləyəcək 125. O A hissəsində nə olub burada? Yeyinləşən bir hərəkətli x oxu istiqamətindədir. Variantlara baxaq. Deyir ki, cismə təsir edən qüvvə modulca azalır. Yox, bu heç birinə aid olmayacaq. Bunlar ümumiyyətlə bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkətlərdir. Bu da bərabər sürətlidir. Orada ümumiyyətlə təcil yoxdur. Cismə təsir edən qüvvə x oxunun əksinə yönəlmişdir. Aha, bax, bu buna gedəcək. Çünki sürət, buna getməyəcək. Üçüncüyə gedəcək. Çünki sürət müsbətli proyeksiyası, amma hərəkət yavaşlayandır. Sürətin proyeksiyası müsbət, amma yavaşlayan hərəkətisi, deməli təcil mənfi olmalıdır. Yəni qüvvə də x oxunun əksinə yönəlmişdir. Daha sonra cismə qüvvə təsir etmir. AB hissəsində, çünki bərabər sürətli hərəkətdir. Burada A sıfırdır. Cismə təsir edən qüvvə artmır heç birində. Bərabər təcilli hərəkətdir orada. Cismə təsir edən qüvvə x oxu istiqamətində yönəlmişdir. Aha, fx müsbətdir. Bu nə deməkdir? Bax, sürət müsbətdir, hərəkətdə yeyinləşəndə. Deməli, fx da müsbətdir. Yəni, bunu bura yazacaq. Deməli, sükunət vəziyyətindən başlayıb V0 0-dır, təcil 6-dır. Cismin 6-cı saniyədə getdiyi yol. S6 bərabərdir. A bölünsün 2, vurulsun 2 vur n, çıx 1. 11. Bu da eləyəcək 33. Bunu tapdım. 4-cü saniyədə gedilən yoldan. S4 də bərabərdir. A böl 2, 2 vurulsun n minus 1. Sn bərabərdir. A böl 2, 2n minus 1. 3 vurulsun 8, o da deyir 21. Deyir, nə qədər çoxdur? 33-dən də 21-i çıx. 12 aldım. Kütləni veriblər 0,4, radiusu veriblər 2, çevrə üzrə hərəkət edir 20 ilə. Cismə təsir edən qüvvələrin əvəzləyicisini soruşur. F əvəzləyici bərabər MA-dır. Kütlə var, amma təcili yoxdur, heç nə olmaz. A-nın yerinə yazaq, V kvadratı bölünsün R. Buradan tapa bilərik. M 0,4-dür, V 20-dir, böl R-dəki 2-dir. Bu R-dir radius. İxtisar aparaq. 80 olacaq burada. Hansı sual eləyirdim? 59-da 80. Deməli, neçə sual qaldı? 3 dənə burada var, 4 sual qaldı. Hansı hündürlükdə dairəvi orbit üzrə hərəkət edən süni peykin sürəti birinci kosmik sürətdən 4 dəfə azalar? 4 dəfə azalmasını istəyir. Deməli, bax, V bərabər kökün altında Jm bölünsün R. Müəyyən hündürlükdə Jm bölünsün R plus H. Kök altı tərs asılıdır. İndi düşün. Əgər birinci kosmik sürət 4 dəfə azalıbsa, kökdə neçəymiş? Kökdən 16 çıxıb da. 16 çıxıb ki, bu kökün altında 16 imiş ki, bu 4 dəfə azalır. Çünki 16-dan kökdən 4 çıxır. Onda belə çıxır ki, H bərabər neçə R imiş? 15 R imiş. 15 R-in üstünə, burada 15-dir də, 15 R-in üstünə bir dənə də R gəlirsən 16 R və həmin o 16 da kökdən çıxır. Bunun da nəticəsində birinci kosmik sürət 4 dəfə azalır. Mənə deyir ki, hansı hündürlükdə? 15 R yazmışam, 15 R. Təcilin proyeksiyasını tap. AX bərabərdir. Deməli, son sürət 0, başlanğıc sürət 20, zaman da buna uyğun 4-dür. Bu da eləyəcək -5. Proyeksiyanı soruşanda həmişə diqqətli olun. Sondan başlanğıcı çıxıb zamana bölürük. 6-cı saniyənin sonunda sürətin proyeksiyasını hesabla. Yaxşı, başlanğıc sürəti 20 veriblər. Təcilin də proyeksiyasını -5 tapdıq və salam. V də bərabər olacaq V0 20, təcil -5. Zaman da 6-cı saniyənin sonu. 20 minus 30. -10 eləyir. Tənliyimiz V bərabərdir. Plus minus V. X bərabərdir. Belə. Bu şəkildədir bizim sürətin zamandan asılıq tənliyi.
Qrafikə əsasən təcilin proyeksiyasını zamandan asılılıq qrafikini qurmağımızı istəyir. Deməli, əvvəlcə sürətin proyeksiyası müsbətdədir, amma yavaşlayan hərəkətdir. Gördünüz, təcili hesablayanda da mənfi aldıq. Əvvəlcə -5-də sabit olacaq, bərabər təcilli hərəkət. Sonra nə baş verir? Aha, sonra isə bura qədər çəkdim. İndi bura bax, burada sürət mənfidir. Təcildə mənfidir, yeyinləşən olur. Elə bil ki, buranı mən bütöv çəkmişəm. Bax, bura yazıram 6. Yəni, bərabər, əvvəlcə bərabər yavaşlayan, sonra yeyinləşən. Bax, bir dənə qrafikdir, bax. Bunu çəkdim. Daha sonra isə sürət burada sabit qalıb. Sürət sabitdirsə, deməli, orada ümumiyyətlə təcil yoxdur. Sürət dəyişməyəndə təcil nə gəlsin ki? 6-cı saniyənin sonunda sürətin proyeksiyasını tapmışıq -10.